təbiətlə görüşə gedirəm. Çünki ən gözəl görüş təbiətləndir. Oradan enerji alıb qayıdırsan. Və əvəzində də благодарность, sağ ol deyirsən. İndi arxa-arxaya gedirəm. Hava tutqundur, bulutludur. Yağış yağ bilər, yağsın. Yağışda islanarıq. Sonra evə gedib qurulanarıq. Bax, bunu da problem eləyənlər olur. O bir söz var, deyir, mən sizin sevginizdən qorxuram. Yağışı sevirik deyirsiniz, çətir götürürsünüz. Günəşi sevirik deyirsiniz, kölgə axtarırsınız. Və s. və axır. Ona görə də təbiəti sevirsənsə, onun şıltaqlıqlarını da, onun dəyişkənliyini də sevəcəksən və ona qarşı olan tavrını, yəni yanaşmanı dəyişəcəksən. İnsanlara da elə. Nədən dərd edirsiniz ki, ay filan isə belə oldu, ay filan şey belə oldu. Sən ol. O insan orada qalsın. Bax, yol gedirəm. Yolun bir hissəsində hansısa bir insan rast gəlir mənə. İlgim yaranır, götürürəm həyatımı. Ondan yol gedirəm. Sonra gedirəm, görürəm, yox, yol getmək olmur. Nə qədər xoş olsa da, xoşum gəlsə də, amma görürəm ki, ən önəmli şey insanda sayğı. Sayğı, dürüstlük. Dürüst olmadınsa, məsələn, mən insanlara qarşı dürüstəm, səmimiyəm. Necə varam, eləyəm. O oyun oynayır deyə mən də oyun oynayacağam. Onda bu bilirsiniz, sənin özünü də zəhərləməyindir. Ona görə də oyun oynama, öz gerçəkliyini yaşa. Oyun oynayan da öz oyunu altında hırpalanır. Bunu görürük. Son günlərdə hətta Emin Ağalarov haqqında danışdım. Eminin Sibrizdə faciəli hadisə olub, uşaq ölüb də, əlbəttə sevinib zad eləmirəm. Amma həyat yenə mesaj verir. Və o cür şeylərə pul xərcləyənlərin özləri, yəni yekələr gərək, qanmayan yekələr, o uşağı ora aparıb, ora buraxan qanmayan yekələrə nəsə olmalıydı. Amma inanın ki, etdiklərinizin bədəlini masum canlar ödəyir. Bu da sizin o bir dünyanızı arxayın olmayın, orucla, namazla.